həmişəki kimi yol üstü restoranıdır. Həmən o ciddi, təmizliyə, səliqəyə cavabdeh olan Rövşən müəllimin obyektində. İndi qısqanclıq yaranmasın, Rövşən müəllim burada administratordur. Amma bilirəm ki, bu nizam-intizam ona görədir. Rövşən, əgər liturgiya yuxusundan ayılan olsa, 30 illik liturgiya yuxusundan, gəlib buralığı görsə, hələ biləcək ki, şadlıq evidir, toydur. Yəni, toy məclisləri belə olurdu və restoranlar bu tipdə olmağı sonuncu 30-25 ilin dəbidir. Ofi müəllim, bir kəlmə deysən, 75 yubileydi də hər halda. Sağ olsunlar, şəraitə görə. Var olsun.